Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. 3 və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiqi təklif edilib. Günün xəbərləri reportla istinadən xəbər verir ki, bu təklifi Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova parlamentin aqrar siyasət, ailə, qadın və uşaq məsələləri, elm və təhsil komitələrinin birgə iclasında 2026 ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı irəli sürüb. O, dövlətin çoxuşaqlı ailələrə müvafiq sosial dəstək proqramları həyata keçirdiyini vurğulayaraq bu istiqamətdə əlavə addımların atılmasına ehtiyac olduğunu bildirib. Beynəlxalq təcrübəni öyrənməklə 3 və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiq olunmasını təklif edirik. Komitə sədri həmçinin vurğulayıb ki, mövcud qanunvericiliyə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən ölkədə həm uşaq bağçalarında, həm də təhsil müəssisələrində tibbi xidmət təşkil olunmalıdır.